Rusiya-Ukrayna müharibəsi bütün dünyanın diqqətindədir. Və demək olar ki, hər gün dünyanın bütün televiziya kanallarında hərbi əməliyyatların gedişi barədə məlumatlar verilir. Hərbi ekspertlər xəritə qarşısında dururlar və işğal olunan yaxud azad olunan kəndlərdən, qəsəbələrdən, prospektlərdən, küçələrdən, binalardan məlumat verirlər. Qarış-qarış. Hər şeyi dərindən öyrənib və insanlara da çatdırmağa çalışırlar. Azərbaycanda da hərbi ekspertlər var və insanlar onlara maraqla qulaq asır. Çox təəssüf ki, bəzən hərbi ekspertlər elə bəyanatlar verirlər ki, dəhşətə gəlməyə bilmirsən. Ən bəsit məsələləri bilmədən insanların qarşısına necə çıxmaq olar? Mən demirəm ki, hərbi ekspert başqa xarici ölkələrdə olduğu kimi işğal olunan kəndlərə qədər bilsin. Ən azından hər gün hansı kəndlər, qəsəbələr işğal olunub, onları deyə bilsin. Heç olmasa özünə hərbi ekspert deyən kəs nə qədər ərazinin işğal olunduğunu və hərbi əməliyyatların necə getdiyini, hansı illərdə proseslərin necə cərəyan elədiyini bilməlidir və insanlara da deməlidir. Debatlar çox vacibdir. Debatlar həqiqətləri üzə çıxarır və insanlar üçün də çox maraqlıdır. İki fərqli fikir üz-üzə gəlir və adamlar seçim eləyə bilirlər. Ancaq bəzən debatlarda o qədər aşağı səviyyəli oponentlərlə üz-üzə gəlirsən ki, nə deyəcəyini bilmirsən. Yəni, mümkündürmü ki, hərbi ekspert Ukraynanın nə qədər ərazisinin işğal olunduğunu bilməsin. 2022-ci ildə müharibə başlayıb, bu yaxınlarda 4 ili tamam olacaq. 4 ildir bütün dünya bu müharibədən danışır və Azərbaycanlı hərbi ekspert hələ də bilmir ki, Ukraynanın nə qədər ərazisi işğal olunub. Və onu kanallara dəvət eləyirlər. Dəvət eləyirlər ki, insanlara hərbi məsələlər barədə nəsə öyrətsin. Özü heç nə bilmədiyi halda insanları öyrət deyirlər. Və belə debatların birində hərbi ekspert Üzeyir Cəfərovla üz-üzə gəldik. Mən ciddi bir debat olacağını güman eləyirdim. Faydalı bir debat olacağını güman eləyirdim. Ancaq onun nə qədər Ukrayna torpağının işğal olunduğunu bilməməsindən sonra sözün düzü deməyə söz tapmadım. Ukraynadan nə tələb olunurdu? Misal üçün 27 mart 2022-ci il bəyanatı var Zelenskinin. Deyir ki, məndən yalnız bir şey tələb olundu, neytral olmaq. Bunun qarşılığında yalnız Krımı vermirdi Rusiya. 27 bin kvadrat kilometr. İndi nə qədər işğal altındadır? Hardasa 123-125 bin kvadrat kilometr. Ukraynanın 1% işğal altındadır. Yox. 1%. Yox, 20% daha düşür. Yəni deyirəm ki sizə 600 bin kvadrat kilometr, 125 hardasa 20%'den biraz da artıq. Krımı da siz sayırsınız da. Təbii Ukrayna. Deyirəm müharibə başlayanı, bu sonuncu müharibəni demirəm 2022-də. Bu cəmi 1%. Yox. Nə qədər tutur? Ya, ildə 1% tutur. Bax, son bir ildə Ukraynanın 1%'ini işğal edib. Yəni 5-6 bin kvadrat kilometr. 1% 6 bin kvadrat kilometr. Nə qədərdir ümumilikdə? 603 bin kvadrat kilometr. Krım nə qədərdir? 27 bin kvadrat kilometr. ...2022-ci ilin fevralında Rusiya Ukrayna ərazisinə hücuma keçdi və xüsusi hərbi əməliyyat keçirdiyini dedi.
Və 2022-ci il bir tərəfdən Rusların hücumu, digər tərəfdən Ukraynanın əks hücumu ilə yadda qaldı. Və 2022-ci ilin sentyabr-noyabr aylarında Ukrayna təqribən 78 min kvadrat kilometr ərazini azad eləyə bildi. Dayandırdılar. Rusiya dünyanı taktiki nüvə silahı işlətməklə hədələdi. Amerika Birləşmiş Ştatlarının komanda gəldi və Ukrayna dayandı. 2023-cü il əks hücum kampaniyasını NATO'nun Almaniyadakı bazasında hazırladılar. Qərb mütəxəssisləri, NATO mütəxəssisləri hazırladılar. 2023-cü ilinin əks hücumu alınmadı. Ukrayna bir addım da irəli gedə bilmədi. 2024-cü ildə də irəli gedə bilmədi. 2025-ci ildə də bu proses davam eləyir. Ukrayna ağır döyüşlərdə müdafiə olunmağa çalışır. Ancaq Rus qoşunları ağır da olsa irəliləyirlər. Ötən il Ruslar Ukraynanın təqribən 5-6 min kvadrat kilometr ərazisini işğal elədilər ki, bu da təqribən Ukrayna ərazisinin 1%-nə bərabərdir. Və bütün bunlardan sonra hərbi ekspert Üzeyir Cəfərov müharibə başlayandan Krım istisna olunmaqla Ukraynanın 1% ərazisi işğal olunub deyir. Və bundan sonra insanların qarşısına çıxıb mən hərbi ekspertəm deməyə cəsarət edir.